Videoya xoş gəldiniz. Bu videoda sertifikasiya imtahanından bir sualın izahına baxacağım. Müsbət Q0 yükünün yaratdığı elektrik sahəsində mənfi Q yükü, yəqin burada mənfi olmalıdır. Trayektoriyanın hansı hissəsində müsbət Q yükünün gördüyü iş müsbətdir. Yaxşı, indi burada mənfi yazıb, amma burada müsbətdir. Gəlin biz müsbət Q üçün baxaq. Deməli, bir dənə müsbət Q yükü gətirirəm. Aha, indi düşünün. Baxın, əvvəla onu deyim ki, N-dən K-ya və M-dən L-ə ya da L-dən M-ə gedəndə iş görülmür. Çünki bu, eyni bir potensial üzrə hərəkət olur və A bərabərdir. Q vurulsun F1 çıxaq F2 daxı düsturumuz potensial dəyişmədiyinə görə, bax, bu çevrə boyunca hərəkətdə iş görülmür. Həmçinin bu trayektoriya boyunca hərəkətdə də iş görülmür. Ancaq gərək bu çevrədən bu çevrəyə keçəsən ya da bundan buna keçəsən ki, potensial dəyişsin, iş görəsən. İndi K-dan elə gəlirəm, ortada da bir dənə müsbət yük var. Mən gəlmək istəyirəm, amma müsbəti istəmir axı. Onda deməli zülmlə gələcəm, yəni mənfi iş görüləcək. M-dən N-ə gedəndə isə mən gedirəm, müsbəti itələyir, istəmir də, istəyir ki, getsin. Mən gedirəm, o da itələyir, onda sevinə-sevinə gedəcəm. Yəni, sahəm müsbət iş görər. MN trayektoriyası boyunca iş müsbət olacaq.